Salam uşaqlar, hər vaxtınız xeyir. Sınavın dövrümüzdən başlayaq. Deməli, birinci sual A nöqtəsindən başlayaraq çevrə üzrə bərabər sürətli hərəkət edən cisim B nöqtəsində olanda yer dəyişməsi S olub. Gəlin baxaq. A-dan başlayan cisim B-yə gələndə periodun 1/4 gəlib. Yəni, R kök altında 2 deyir ki, nəyə bərabərdir? S-ə bərabərdir. Sonra deyir ki, C nöqtəsində olanda yer dəyişməsi nəyə bərabərdir? Bu, A-dan başlayan cisim C-yə gəlsə, onun gəldiyi yer dəyişmə nə qədər olacaq? 2R. 2R deyir, S ilə ifadə elə. Burada 2 vur, R-in yerinə bu ifadədən R-i tapıb qoyuram. Yəni, S bölünsün kök 2. Bu da eləyir nə? Kök altında 2S. Yəni, düzgün cavab A variantıdır. İkinci sual, yerin süni P2-nin periodu yer səthi yaxınlığında T-dirsə, H3 hündürlükdə. Uşaqlar, o ki gördük yerin süni P2 yeri çıxır filan, avtomatik orada Kepler qanunu ödənilir. Kepler qanunu nədir? Periodun kvadratı radiusun kubundan düz asılıdır. Yəni, T kvadratı düz mütənasibdir. H3-dirsə, bir dənə də yerin radiusu var 4, 4-ün kubu. Nəyin kvadratı 4-ün kubuna bərabərdir? 8-in. Cavab Y variantı. Üçüncü sual, elastiki yaydan 2 dənə yük asanda x qədər uzanırsa, deməli 2 dənə yükün x qədər yaranmanın səbəbi nə? X qədər uzanmanın səbəbi 4M kütləli yükün olmasıdır. 3M-i götürsək əgər, qalacaq bir dənə M. Kütlə 4 dəfə azaldığına görə x da 4 dəfə azalacaq. Dördüncü sual, çəkisi 120 Newton olan bir cins çubuq dayaq üzərində tarazlıqdadır. Başladı yenə. Dayaq üzərində tarazlıqdadır. Tarazlıqda saxlamaq üçün minimal nə qədər qüvvə? Uşaqlar, 120 Newton kütləsidirsə, çəkisidirsə, bu bunun ağırlığıdır. Ağırlığın qolu 1-dir. İndi biz qüvvəni minimum götürmək üçün məsafəni nə götürməli? Maksimum. Çünki qüvvə momenti F-dir, tarazlıqda moment sabitdir. Onda sabitdirsə, F-də necə asılıdır? Tərs. Onda qolu ən maksimum dayaqdan nə qədər götürə bilirik? 4. Onda yazırıq ki, nə? 4F bərabərdir. 120 vurulsun 1-ə 120. Buradan da F-in minimum qiymətini neçə tapa bilirik? 30. 5-ci sual. Qapalı sistem təşkil edən kürələr P1 3P ilə P2 P ilə gəlir. Qeyri-elastik toqquşmadan sonra hansı istiqamətdə, hansı impulsla? Uşaqlar, impulsların cəbr-cəminə baxırıq. Əks istiqamətdə hərəkət etdiklərinə görə çıxılacaq və hansının impulsu çox-çox tərəfə gedəcək. Deməli, P impulsu ilə sağa. 6-cı sual. Bir cins maqnit sahəsində müxtəlif sürətlərlə çevrə üzrə bərabər sürətlə hərəkət edən 2 proton üçün. Baxaq. Deməli, bir cins maqnit sahəsi müxtəlif sürətlə. Lorentzin düsturu nədir? Lorentz qüvvəsinin düsturu QBV. Yəni, sürət müxtəlifdirsə, Lorentz də müxtəlifdir. Bu olmaz. Bir getdi. Periodun düsturu, bir gəl düsturlarını yazaq, sonra baxaq. 2πm bölünsün BQ. Radiusun düsturu MV bərabərdir BQR. Buradan tapırsan. Bucaq sürətinin düsturu omega bərabərdir. Tezlikdə BQ böl 2πm'dir. Bunda 2π'siz BQ böl M. Təcil də MA bərabərdir BQV-dir. Uşaqlar, topluda bu sual var. Eyni məntiqə əsaslanan fərqli bir formada özünü göstərən sual tipidir. Deyir ki, sürət müxtəlif olsa da nə eyni olacaq? Təbii ki, düsturunda sürət olmayan hər bir şey. Sürətdən asılı olmayan hər bir şey. Bu da nədir? 2. Düsturunda sürət olmayan 4. 2 və 4 A variantı. 7. İnfrasəs və ultrasəs dalğaları üçün Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Gəlin baxaq. İnfrasəs tezliyi bilirik 16 Hz-dən kiçikdir. Ultrasəs tezliyi 20.000 Hz-dən böyük olan dalğalardır. İndi biri qoyduq bura 2. Səs lokasiyasında da istifadə olunur. Səs lokasiyası daha böyük tezliyə malik olan dalğalar üçündür. İstifadə olunur ultrasəsdə. Sonra 3 vakuumda yayıla bilmir. Təbii ki, ikisinə də aiddir. Havada yayıla bilir. Təbii ki, ikisinə də aiddir. 1, 2, 3, 4 B variantı. Sonra 8-ci sual. Kütləsi 6 kiloqram olan K cismi mayenin səthindədir. Üstünə hansı X kütləli qoymaq lazımdır ki, tam batsın. Uşaqlar, cisim mayədə olanda ona ağırlıq və arximet təsir edir. Yəni, ağırlıq aşağı, arximet yuxarı. Onda bu şəkil üçün yazıram. MJ bərabərdir. Arximedin də yerinə nə? Rho maye V cisim J. MJ 6-dır deyə 60 bərabər Rho maye. Cismin 3 dənədən neçəsi batıb?
3 dənədən ikisi düzdür. Onda 3-də 2 V cisim J. Buradan da Romaye V cisim J-ni taparam. Neçə? Məncə 90. Bu burada qaldı. Getdik sağdakı şəkilə. Burada yenə MJ bərabərdir Arximeddir. Prosta M nə qədərdir? Bu özü 6 kiloqram plus üstündə bir dənə də bu X-i. Yəni 6 plus X vur J 10 bərabərdir F Arximedə. Arximedin yerinə yazacağım 6 üstə gəlinsin X vurulsun 10 bərabərdir. Görüm yerim var. Yerim yoxdur. Bərabərdir nəyə? Aşağıdan yazım onda. Yazacağım ki nə? 6 üstə gəlinsin X vurulsun 10 bərabərdir Arximedin yerinə Romaye. Batan hissə 3-ü də batıb deyə V cisim J. İndi uşaqlar əvəz etmə eləyəcək. Yazacaq 6 üstə gəlinsin X vurulsun 10 bərabərdir Romaye V cisim J. Buradakıdır 90'dır. Buradan da 6 plus X bərabər olacaq 9'a. Mütləq ruçka qələm götürüb yazın. X-in qiyməti nəyə bərabər olacaq? 3'ə. Yəni düzgün cavab 3'dür. Mən bunu silim. Baxın siz düzgün cavabın yerinə. Yəni C variantıdır. Sonra 9-cu sual. 9'da deyir, eyni həcmli molekulyar fizika bölünməsi, eyni həcm, eyni kütlə, temperatur. Təzyiq. Təzyiqin düsturu P bərabərdir. Rho RT bölünsün böyük M. Təzyiq molyar kütlədən tərsdir. Burada baxırsan ki, neonun molyar kütləsi heliumdan 5 dəfə çoxdur. Onda tərsinə helium neondan 5 dəfə çox olmuş olacaq. Yəni helium bərabərdir 5 dənə neona. Düzgün cavab Y variantıdır. 10-cu sual. Deformasiya etdirici qüvvə qiyməti mütləq uzanma bərk cisimlərin xassəsidir. Yenə avtomatik nə yazırıq? F bərabərdir sigma S, F ya da F bərabərdir K delta L. İkisini bir-birinə bərabərləşdirsəz, delta L S-dən necə asılı olmuş olacaq? Bir dəqiqə. Yox, ikisini bərabərləşdirə bilmirəm. Niyə? Deyir, qüvvənin sabit qiymətində. Tamam, qüvvə sabitdirsə, onda yazaq buradan. Yazaq F bərabərdir K delta L. Sahə dediyinə görə də K-nı açaq. SY bölünsün L0 vur delta L. Çünki nəyə sabit verir düsturda işlətməliyim axı? F sabitdir, onda delta L də S-dən tərs asılıdır. C variantı. 11-ci sual. Kürkü, mənfi kürkü. Deməli, bu sual model sualdır. Deyir ki, uşaqlar, bu vəziyyətdə intensivliyin qiymətini tap. Sonra deyir, bu kürkünün əvəzinə mənfi kürkü qoy. De ki, intensivliyin qiyməti istiqaməti dəyişirmi? Gəlin, baxaq, hissə çəkək. Birinci yük müsbətdir. Bunun intensivliyi olur yükdən çıxan sağa. 3-ün də yükü müsbətdir. Olur yükdən çıxan yuxarı. 2-nin də yükü müsbətdir. Olur yükdən çıxan. Amma bunun məsafəsi çoxdur deyə xətti nə olacaq? Az. Çünki intensivliyin düsturu nədir? Y bərabərdir. KQ bölünsün R-in kvadratı. İndi bu üçünün əvəzləyicisi necə olacaq? Bu ikisinin əvəzləyicisi, yəni Y3 ilə Y1-in əvəzləyicisi olur ortadan çıxan. Yaşılla mavinin əvəzləyicisi də olur. Bu ikisi ilə eyni boyda, yəni üzü yuxarı. İndi gəlin eyni şəkli sağ tərəfdən çəkim. Sadəcə olaraq burada mənfi yük verək. Deməli, bura yenə müsbət yükdür. Müsbət yükdür, bu mənfidir. Yenə bununki olur sağa, bununki olur yuxarı. Mənfi yükdür, bu dəfə olur özünə doğru. Yenə də məsafə, yəni bu məsafə böyüdür deyə intensivliyin xətti olur balaca. İndi əvəzləyicini çəkək. Bu 1 ilə, deməli, 3 ilə 1-in, daha doğrusu bu 3-dür. 3 ilə 1-in əvəzləyicisi olur ortadan çıxan yaşıl. Yaşılla bənövşə əks istiqamətdə yönəlir deyə çıxılır. Çıxanda da əvəzləyici olur böyük istiqamətində, yəni bura doğru. Baxırsan ki, burada şəkil 1-də də istiqamət, yəni belədir. Burada da istiqamət belədir. Deməli, istiqamət dəyişmir. İntensivliyin qiyməti isə uşaqlar təbii ki, nə olacaq? Azalacaq. Çünki burada bu mavi ilə yaşlı toplamışdıq. Burada isə bu yaşılla bənövşəni bir-birindən çıxırıq. Ona görə qiymət azalır, istiqamət dəyişmir. 12 sabit gərginlik mənbəyinə qoşulmuş U sabit Q bərabərdir CU. C-ni də açırıq. Epsilon 0S bölünsün D vurulsun U. Q, C tutum, heç açmaq lazım deyilmişik. Q, C-dən necə asılıdır? Düz D variantı. 13.
Model sualda sabit gərginlik mənbəyi 1 və 2 nöqtələrinə qoşulmuşdur. 1 2 nöqtələrinə qoşulub nə deməkdir? Yəni burada 2 ilə 3 ardıcıldır, 1 bunlara paraleldir. Yəni tək duran ən böyüdür deyə 1 böyüdür, 2 3-ə bərabərdir. Sağdakı şəkildə isə buradan qoşulub, buradan. Deməli, bu ikisi bir-birinə ardıcıldır. Yəni 3 bu dəfə təkdir. Burada isə 3 ən böyükdür. 1 2-yə bərabərdir. Soruşur ki, lampaların parlaqlığı nə olar, necə dəyişər? Gəlin baxaq. Deməli uşaqlar, bir lampası əvvəl böyük idi, sonra nə oldu? 3 ən böyük oldu. Deməli, 1-in qiyməti azaldı. 2 qiymət dəyişmir. 3-də isə qiymət nə oldu? Azdan çoxa getdi deyə 3-ün qiyməti nə oldu? Artdı. B variantı. 14-cü sual müxtəlif mühitlərdə elektrik cərəyanı bölməsinə dairdir. Demək olar, hər dəfə bu tip mövzulara toxunurlar. Soruşur ki, termistri qızdırdıqda, termistor budur. Qızanda kənardan yazıram. Temperatur artır. Termistorda temperatur artanda müqavimət azalır. Müqavimət azalırsa voltmetr azalır, ampermetr artır. Termistora birləşən voltmetr V2-nin qiyməti deyirik, nə olar? V2-nin qiyməti azalar. Bunlar da bir-birinə ardıcıl birləşib deyə biri azalırsa, o birisi mütləq nə olmalıdır? Artmalıdır. Olur, artar, azalar. C variantı. 15. Deməli, bölmələr arası genetik əlaqənin sualıdır. Deyir ki, induksiyası B olan bir cins maqnit sayəsində kütləsi %2 kiloqram amper ağırlığa bərabərdir. Gəlin amper qüvvəsini tapaq. Sol əlimizdə 4 barmağımızı i ilə eyni tutsaq, baş barmağımız olacaq aşağı. Bu 3 barmaq oldu. Tamam. Aha, F amper olur aşağı. Deməli, amper qüvvəsi aşağıdır. Bilirik ki, ağırlıq da həmişə aşağıdır, mg də aşağıdır. İkisi bir-birinə bərabərdir deyə toplayanda olur nə? 2 dənə amper ya da 2 dənə mg. M-i də burada %2, J-ni də 10 verib, yerinə qoysaz 2 vurulsun, %2 vurulsun 10, o da neçə eləyəcək? 0,4. Amperi əks işarə ilə yuxarı tapmış olsaydıq uşaqlar 0 eləyərdi. Görürsünüz 0 var, amma 0 deyil. Ona görə 0 olanda 0 götürməyin. Sadəcə diqqətlə oxuyun. 16 Weber bölü amper vur saniyə nədir? Öncə bu amper vurulsun saniyəni klonla bağlayaq. Weber nəyin vahididir? Finin. Klon nəyin vahididir? Küünün. Finin də QR deyə bir düsturu var. QR-i də Q-yə böləndə nə qalır? Müqavimət. Y variantı. Finin 5 düsturu əzbər. 17. Müqavimətini artırdıqda kondensatorun və elektrik sahəsinin, kondensatorun elektrik sahəsinin enerjisi və maqnit sahəsinin enerjisi necə dəyişər? Deməli uşaqlar, müqavimətini artırıramsa, deməli bir dəqiqə baxım. Elektrik kondensatorun enerjisi budur. Onun da enerjisinin düsturu nədir? SU kvadratı bölünsün 2. Tutumu dəyişibmi? Yox. Gərginlik dəyişirmi? Yox. Onda elektrik enerjisinin qiyməti nədir? Dəyişməz. Maqnit enerjisinin düsturu nədir? Double maqnit bərabərdir. 50 kvadratı bölünsün 2. Burada da i-nin yerinə nə qoya bilərik? U bölünsün, U bölünsün R. Onda maqnit müqavimətdən necə asılıdır? Tərs. Onda müqavimət artırsa maqnit enerjisi nə olur? Azalır. Olur A variantı. 18-ci sual. Deyir ki, ampermetrin göstərə dəyişən cərəyan bölməsindəndir. I perioddan necə asılıdır? Uşaqlar, normalda i-nin düsturu U bölünsün R-dir. Burada ikili müqavimət var deyə Z yazdım. Gəl XC-nin bir dənə işini həll edək. XC nəyə bərabərdir? 1 bölünsün omega S-yə, 1 böl. Omeganın yerinə 2 pi böl T yazsam, T qalxır yuxarı, bu da S. Yəni, müqavimət perioddan tərsdir. Onda, daha doğrusu düzdür. Onda cərəyan şiddəti perioddan tərs asılı olacaq. Tərsin qrafiki D ilə Y-nin arasında qalırıq. Əgər burada baxın, bu olmasaydı, bir dənə XC ilə ampermetr olsaydı, cavab Y olacaqdı. R də var deyə müəyyən bir qiymətdən başlayan tərs mütənasib götürürsünüz. Niyə? Çünki Z-in düsturu nədir? R-in kvadratı üstə gəl. XL çıxılsın XC-nin mötərizə kvadratı. Sizdə də XL yoxdur deyə 0 qoysaz, olur R-in kvadratı üstə gəl XC-nin kvadratı. Ona görə müəyyən bir qiymətdən başlayan tərs asılı olmalıdır. Bu sual son dönəmlər çox testlərdə var. Burada sarğac da verə bilərdi, təbii ki, tezlikdən də soruşa bilərdi. 19-cu sual soruşur ki, deməli, AB cismini qabarıq sferik güzgüyə. Əgər cismi güzgüyə yaxınlaşdırırsansa və güzgü qabarıqdırsa, 19-cu sualda, onda cisim yaxına gəldikcə bunun xəyalı da
qabarıqda səpilir də, xəyal da yaxına doğru gəlir və yaxınlaşdıqca da nə olur? Böyüyür. B. Amma çökük güzgü olmuş olsaydı, çökük güzgüdə tərsinədir. Cisim yaxına gəldikcə xəyal uzağa gedir. Sonra 20-ci sual. Difraksiya qəfəsinin periodunun üzərinə düşən. Uşaqlar, difraksiyayı görən kimi nə yazırıq? D sinus fi bərabərdir k lambda və D heç nədən asılı deyil. Y variantı öz düsturu L bölü N-dən asılıdır. 21. İşıq kvantları bölməsi. Buranı biraz sərgiyə salaq. Deməli, i-nin nüdən asılılığı verilib, deyir kinetik enerjiləri arasında hansı münasibət doğrudur. Uşaqlar, bilirik ki, intensivlik say cərəyan şiddətidir. Ancaq bir-birindən asılıdır. Yəni ki, i-yə baxmağa heç bir ehtiyac yoxdur. Ona görə nə edirik? Einstein tənliyini yazırıq. Einstein tənliyi Y foton bərabərdir. Y kinetik üstəgəl A çıxış. Foton yerinə H-nü qoysaq, H-nü bərabərdir. Kinetik üstəgəl A çıxış. Deməli, burada müxtəlif tezlikli intensivlik foton effekt diaqramdakı distinkt lövhə deyir. Lövhə dəyişmədiyinə görə A çıxış dəyişmir. Onda nü kinetik bir-birindən düz asılıdır. Baxın burada 1 ilə 2-nin nüsü eyni yerə düşür deyə 1 2-yə bərabərdir. 3-ün nüsü 0-dan daha uzaqdadır deyə 3 onlardan daha böyükdür. Hansı variantı görüm? Cavab A variantıdır. 22-ci sual. Hidrogen atomunun enerji səviyyələri atom bölməsi diaqramını da deməli soruşur ki, şüalanan, diqqətlə oxuyun, ən kiçik enerjili görünən işıq. 2 dənə şey istəyir. Həm görünən istəyir, həm də ən kiçik enerji istəyir və dalğa uzunluğunu tap deyir. Uşaqlar, görünən deyirsə ikinci səviyyəyə gəlməlidir. Bu olmaz, bu olmaz, bu olmaz. Ya 3-2, ya 6-2-dir. Ən kiçik enerji də dediyinə görə ən yaxın D variantıdır. Bu da hardan tapılır? Enerjinin HC bölünsün lambda düsturundan gedib lambdanı tapırsınız. 23. İki müxtəlif F1, F2 qüvvələri eyni istiqamətdə yönələndə 14-dür. Əksinə, eyni istiqamət uşaqlar, yəni 1 ilə 2-nin cəmi 14-dür. Əks istiqamət, yəni modulda 1-dən 2-ni çıxanda 2-dir. Nədir ki, bunu nədir deyəndə sistem tənliyi ilə həll eləyərsiniz. 2 F1 bərabər 16-ya, F1 bərabər olar 8-ə, F2 olar 6. Bunlar da perpendikulyar yönəlir deyəndə Pifagorla taparsınız. 6 ilə 8 Pifagorla neçə eləyir? 10. 6-nın kvadratı üstəgəl 8-in kvadratı. 24. Uşaqlar, deyir burada rütubət 70%dir, burada rütubət 50%dir. Qarışdırsan rütubət nə qədər olar? Qarışığın temperaturu, qarışığın təzyiqi, qarışığın rütubəti deyə bir düstur var. Hamısı da eyni qaydadadır. F1, V1 üstəgəl F2, V2 böl V1 üstəgəlinsin V2. Yerinə qoyub hesablayırsınız. F1 yəni 70 vurulsun V üstəgəl 50 vurulsun 3V bölünsün V'lərin cəmi 4V. Buradan da hesablayıb tapırsınız. Neçə eləyir? 220, 220 səhv eləmirəmsə. Onu da böləndə 55. 25-ci sual. Bu tip sualda çoxdur. Sərbəst düşən cismin potensial enerjisinin yer dəyişmədən hansı ağırlıq küvəsi? Deməli, enerjinin dəyişməsi işə bərabərdir. A nəyə bərabərdir? 80-dən 20-yə gedibsə 60-am. SH nə qədərdir? 5-dir. İşin düsturu nədir? A bərabərdir FH. F-i də tapanda nə edirik? 60-ı 5-ə bölürük. Eləyir 12 Newton. 26. Reks konturunda periodu hansı üsulla? Uşaqlar, açar söz reks konturu period görən kimi 2pi kök altını da LC. Periodu hansı üsulla artırmaq olar? Təbii ki, induktivliyi artırmaqla, tutumu artırmaqla. Başqa heç nə, düsturda nə varsa ancaq onlar. 27. Uyğunluğu müəyyən edin. Çox qəşəng sualdır, amma bu tip suallar var. Prosta bir dənə nüans var. Onu burada gizlədiblər deyə o gözəlliyi ortaya çıxıb sualın. Deyir ki, potensial 30-dan 40-a gedir, intensivliyin istiqamətini verməyib. Bilirik ki, ox istiqamətində, intensivlik ox istiqamətində potensial azalır. Onda 40-dan 30-a azaldığına görə intensivliyin oxu hara doğrudur? Sola doğrudur. İndi baxaq. Birinciyə deyir proton. Proton müsbətdir. Ümumiyyətlə, işin düsturu nədir? A bərabərdir. U2. Onun da vəzninə qoymaq olar. Delta fi vurulsun 2. Bizdə də delta fi burada nədir uşaqlar? 40 çıxılsın 30. Proton müsbətdir. Proton müsbət olduğuna görə protona 40-dan 30-a çıxırsan 10. Müsbət yük sahənin əksinə gedirsə necə iş görür? Mənfi iş görür. İş mənfisə kinetik azalır. 1-ə qoyursan B-ni. Kinetik azalırsa potensial nə olur? Artır. Bir də Y-ni.
2 elektron bunun tam əksi. Sahənin əksinə gedəndə müsbət iş görür. Kinetik artır C-ni, potensial artır, o yoxdur. Gələk alfa. Alfa zərrəciyin, alfanın bilirsiniz ki, heliumdur, yükü 2-dir. Ona görə burada delta F'də Q'nun yerinə 2 qoysaq, 10 elektron volt yox, 20 elektron volt dəyişəcək. Müsbət yükdə sahənin əksinə getdiyinə görə kinetiki 20 elektron volt azalacaq, potensialı 20 elektron volt artacaq. Gələk ətraflı yazı suallarımıza 28. Düz xətt boyunca biraz buraları təmizləyim. Deməli uşaqlar düz xətli bölməsindən gəlin buradan bir dənə qəşəng teorema tapaq. V bərabərdir 0, 6 üstəgəl 2t. Deməli uşaqlar V sıfırımız neçədir? 6-dır. Yer dəyişməni düsturlarla gedəcəm. Son sürəti 8-dir. A neçədir? Törəmə ilə 2-dir. S-in düsturu V-nin kvadratı çıx V0-ın kvadratı bölünsün 2A. Yerinə qoyub hesablayırsınız. 8-in kvadratı 64 çıx 36 böl 2 vur 2 4. 64 36-ya böləndə 64-dən daha doğrusu 36 çıxıb 4-ə böləndə o da eləyir 7 metr mütləq. 24 başqa yolda var. V0 t üstəgəl AT kvadratı böl 2 ilə də gedə bilərsiniz. 29 termodinamika bölməsi. Əvvəl izotermik genişlənir. Termodinamika delta U bərabərdir Q üstəgəlinsin A. Xarici qazın işinə görə yazıramsa Q çıxılsın A ştrix. İzotermikdə delta U sıfırdır. Onda Q bərabərdir A ştrixə. Burada da deyir, hər iki prosesdə qaz 100 kilojol istilik görülüb. Deməli, iş nə qədərdir? 100 jol. Kilojol yox, jol. Sonra izobar. İzobarda Q-nün 10'da 4'ü A-ya bərabərdir. Buradan da Q-nün yerinə 100 qoysaq, A eləyir 40. Soruşur ki, hər iki proses nəticəsində, yəni ümumi qaz nə qədər iş görər? Cavab olur 140 jol. 30. Elektron bir cins elektrik sahəsində topulda eyni sual var. Burada erin U-dan deyir, orada U-nun F-dən deyir. Deməli, uşaqlar elektrik sahəsindən keçir, maqnit sahəsinə girirsə, elektrik sahəsində də bunun gördüyü iş bərabər olur nəyə? U-Q-yə. Maqnit sahəsində U-Q nəyə bərabər olur? Kinetikin dəyişməsinə. Buradan U-Q bərabərdir. Kinetikin yerinə P kvadratı bölü 2M qoyaq. Onda U-Q bərabərdir. P-nin yerinə B-Q-R qoyaq kvadratları. Bölünsün 2M. İndi U R-dən necə asılıdır? Kvadratik düz, parabola üstünə kvadrat olmayan tərəf. U-ya.